Maqnit seli qrafiklərindən induksiya ehegisi və induksiya cəryanı qrafiklərinə keçməkdə çətinlik çəkirsən, elə isə bu video sənin üçündür. Əgər sən mexanikada sürət qrafikindən yer dəyişmə qrafikinə, yer dəyişmə qrafikindən sürət qrafikinə keçə bilirsənsə, onda maqnit seli qrafikindən də induksiya ehegisinin qrafikinə keçə bilərsən. Çünki induksiya ehegisi maqnit selinin zamana görə dəyişməsi ilə, sürət isə yer dəyişmənin zamana görə dəyişməsi ilə əlaqəlidir. Odur ki, başlayaq. Əgər maqnit seli zaman keçdikcə dəyişmirsə, onda onun törəməsi bizə 0 verəcək. Çünki sabitin törəməsi 0-dır. Əgər S-in T-dən asılılığı bu şəkildə olsaydı, onda biz deyərdik ki, cisim hərəkət etmir, sürət 0-dır. Eyni ilə burada da induksiya ehegisi və induksiya cəryanı 0 olacaq. Bu şəkildə çəkilməlidir. Qrafik düz 0-ın üzərində olur. Əgər F-nin T-dən asılılığını bu şəkildə veribsə, S-in T-dən asılılığı bu şəkildə olanda biz onu düz xətli bərabər sürətli hərəkət deyirdik və sürəti sabit qəbul edirdik. Onda belə çıxır ki, burada da induksiya ehegisi, induksiya cəryanı zamandan asılı olaraq sabit olacaq. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, düsturda qarşıda mənfi işarəsi var. Ona görə də sizə əgər modulu demirsə, qrafikiniz burada çəkilməlidir. Yox, əgər modulu olduğunu qeyd eləsə, onda qrafiki burada çəkə bilərsiniz. Əgər F-nin T-dən asılılığı bu şəkildə olarsa, onda normalda sürətin proyeksiyasını, zamandan asılılığını belə bir qrafikdə necə çəkərdiniz? Əlbəttə ki, mənfidə sabit. Çünki x oxunun əksi istiqamətində hərəkət olmuş olacaqdı. Sürətin proyeksiyası mənfi olmalıydı. Lakin bizim düsturda qarşıda mənfi olduğuna görə o mənfilər bir-birini aparmış olacaq və qrafikimiz müsbətdə çəkiləcək. Əgər F-nin T-dən asılılığı bu şəkildə olarsa, S-in T-dən asılılığını belə görsəydiniz, buna təcilli hərəkət deyərdiniz və sürətin qiyməti dəyişərdi. Normalda buna yeyinləşən hərəkətin qrafikini çəkərdik. Özü də müsbətdə. Yəni proyeksiyası müsbət olardı, çünki x oxu istiqamətində hərəkətdir. Amma bizim düsturumuzda qarşıda mənfi olduğuna görə biz onu mənfidə çəkəcəyik. Yəni qrafikimiz bu şəkildə olacaq. Təbii ki, əgər modulu desəydi, onda bu şəkildə çəkərdik. Əgər bizə qrafiki bu şəkildə versə, bu x oxunun əksi istiqamətində yeyinləşən bir hərəkətdir. Normalda biz sürətin proyeksiyasını mənfidə çəkməliydik, lakin bizim düsturumuzda qarşıda mənfi işarəsi olduğuna görə biz onu müsbətdə çəkəcəyik. Yəni qrafikimiz bu şəkildə olacaq. Və əgər F-nin T-dən asılılığı bu şəkildə olsa, biz S-in T-dən asılılığını belə görsəydik, ona deyərdik ki, bu yavaşlayan hərəkətdir. Özü də x oxu istiqamətində və sürətin proyeksiyasını, zamandan asılılığını müsbətdə çəkərdik. Ancaq bizim düsturumuzda mənfi olduğu üçün biz onu bu şəkildə çəkəcəyik. Və əgər F-nin T-dən asılılığı belə olsa, biz bunu S-də görsəydik, deyərdik ki, x oxunun əksi istiqamətində yavaşlayan hərəkətdir və sürətin proyeksiyasını mənfidə çəkərdik. Ancaq bizim düsturumuzda qarşıda mənfi olduğuna görə biz onu müsbətdə bu şəkildə çəkməliyik.